Açığı mən də izlədim bir verilişdə. Ruhəngiz Allahverdiyeva bizim çox sevimli, belə deyərdim ki, xəttini çox istədiyim bizim Ruhəngiz xanım verilişə qonaq gəldi. Aparıcı bəzi açıqlamalar etdi. Təbii ki, sosial şəbəkədə izlədim və deyir ki, Fatma Mahmudova və qızı bildi ki, sən burada verilişdə olacaqsan, verilişə gəlməkdən imtina etdilər. Birinci, Ruhəngiz xanım qalmaqalsız adamdır. Ümumiyyətlə, harada qalmaqal var, söz-söhbət var, heç vaxt orada olmaq istəmir. Hələ bu günə qədər doğrudan Ruhəngiz xanımı hansısa qalmaqalın içində, dedikodunun içərisində görməmişik. Onun bir üzü var, Ruhəngiz xanımın. Yəni, mən buyam. Fatma Mahmudova bizim gözəl aktrisamız, Azərbaycan Respublikasının xalq artisti. Fatma xanım, Allah sizə şəfa versin. Fatma xanım artıq hamımız bilirik ki, səhhətində problem var, səhhətində problem yaşanır. Qızları ona görə çox intizar, nigar, ona görə çox narahatdır. Mən illərdir bu ailəni tanıyıram, Fatma xanımı tanıyıram. Bir vaxt böyük bir əsər yazmışdım, Xalbacı. Orada baş rolu Fatma xanım ifa etmişdi, çox gözəl dağılmışdı. Təəssüflər olsun ki, onu biz efir variantını reallaşdırmadıq, amma biz böyük bir iş gördük. Aparıcılar, etməyin bunu. Hər cür qalmaqala əl atırsınız, hər cür dedikoduya əl atırsınız. Fatma Mahmudova hara, Ruhəngiz Allahverdiyeva hara. Mən inanıram ki, 100, yox 300% belə inanıram və Ruhəngiz xanımın əvəzinə də deyirəm ki, o heç vaxt Fatma xanımın nə haqqında danışmaz, nə onunla bağlı hansısa bir ifadəni işlətməz, heç içərisində ona qarşı hansısa bir paxıllıq da ola bilməz, pisliklər də ola bilməz. Fatma xanım aktrisa, Ruhəngiz xanım müğənni. Etməyin bunu. Fatma xanımın səhhətində problem var, onu əsəbləşdirmək olmaz. Özü də deyib, bizim Fatma xanım deyib ki, o da hirslənib ki, mən aktrisayam. Ruhəngiz xanım müğənnidir, onunla mənim nə əlaqəm var? Ağır xəstəyəm, insulit keçirmiş adamım. Məndən nə istəyirlər? Gərək özümü öldürüm ki, məndən əl çəksinlər. Əzizlərim, təbii ki, mən bu ifadələri götürmüşəm Bakıpost.az-dan. Əzizlərim, etməyin bunu. Başqa o qədər qalmaqal etməyə adamlar var. Gedin Kəmalə Günəşlidən danışında neçə gündür pulu bura qoydular. Bilmədim, rasxod dedi, ya patxod dedi, edir mənə. Gedin onu deyin də. Siz niyə görə Fatma xanımla Ruhəngiz xanımı üz-üzə, qarşı-qarşıya qoyursunuz? Onlar başqa-başqa bir adamlardılar. Birinci, Fatma xanımın səhhətində problem var. İkinci də Ruhəngiz xanım o xanımlardan deyil axı. Fatma xanımla qarşı hansısa bir pisliklər etsin və iddialı olsun ki, yox, Fatma xanım yaxşı adam deyil, Fatma xanım pis adamdır, mən ona qarşı bunu etməliyəm. Əzizlərim, əziz aparıcılar, yoxsuz, məhv olmuşsuz, petuxlar, özünüzü yığışdırın.